Yəni Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi. Bilinməyən səbəbdən bura belə zəncirlənib. Burada belə daşlarla barrikadalanıb, bağlanıb. Deməli bu tikinti Bakıxanov rezidensiya aiddir. Və bax buradakı kimi torpaq, qazon və ağaclar idi. Və burada köhnə 2 mərtəbəli binalar var idi. Sonra Bakıxanov rezidens buranı aldı, bu yeri asfaltladı və ağacların diblərini bax belə bir damcı, bir yer saxlayaraq buranı özü üçün asfaltlayıb. Yəni ağaclara qulluq eləyə bilmirik. Deyirlər ki, biraz belə daha da sıxaq ki, qurusun, düşsün kiminsə maşının üstünə, həmişəki kimi. Baxın, bu yolu belə asfalt çəkib asfaltlayıblar. Bu obyektləri icarəyə verirlər və bu yolu da onlar üçün parkinq ediblər. Buradan da bağlanıb və qabaqdan da bağlanıb girəcəyi. Və buranı şəxsi özü üçün bu bina parkinq eləyib. Şikayət eləyəndə də deyir ki, bura MTK-nın yeni tikilinin ərazisidir. Halbuki bura yaşıllıq idi, ağaclıq idi. Nə vaxtdan MTK-lar ümumi ərazini özəlləşdirir, bilinmir. Baxın, bu binadır, Bakıxanov rezidens binasıdır. Baxın, burada əvvəllər yaşıllıq, ağaclıq olub, oradakı kimi. Buranı qazonu yığışdırıb asfaltlayıblar, orada 2 ağac qalıb, onun kökünə bir damcı torpaq saxlayıblar ki, ağac qurusun, sonra onu da kəsəcəklər, çox güman ki. Çəkdiyim bu binanın sahibi barədə biraz məlumat vermək istəyirəm. Bakıxanov rezidens kompleks layihəsi Əfəndilər qrup şirkətinə daxildir. Və bu Əfəndilər qrup şirkətinin də sahibi Ənvər Əliyevdir. Yəni bu açıq mənbələrdə hər yerdə qeyd olunub. Hətta rezidensin saytında da var bu məlumat. Və bu həmin o Ənvər Əliyevdir ki, hansı ki atası Sabunçu rayon İcra Hakimiyyətinin başçısıdır Adil Əliyev. Yəni buradan artıq məlumdur ki, yəni o yaşıllıq, qazonlu, ağaclı yol niyə görə dağıdılıb, asfalt olub, niyə görə ora barrikadalarla bağlanıb, adi sakinlərin, adi ərazində Bakıxanovda yaşayan insanların avtomobillərin girişi çıxışı üçün və niyə görə zəncirlənib çəkdiyim hissə və niyə görə olunan şikayət göndərilir Sabunçu rayon İcra Hakimiyyətinə və oradan bildirilir ki, güya ki bu sahə, bu kompleksə MTK-nın yeni tikilinin ərazisinə aiddir. Amma halbuki ora ümumi açıq bir ərazi idi. Yəni Bakıxanov cəmiyyətinin istifadəsi üçün gedib gəldiyi bir yol idi. Və indi bunu araşdırmaq lazımdır ki, o yol necə Bakıxanov rezidens şirkətlər qrupunun sahəsi kimi qeyd olunub, o necə rəsmiləşdirilib və s. Deməli Bakıxanovda sakinlər üçün, vətəndaşlar üçün bir şərait yaratmırsınız. Çəkdiyim o dağılmış Qaradoku parkı, yəni təmir eləmirsiniz, yenidən qurmursunuz. Cəmiyyətin gəzdiyi aleykalar, parklar yuyulmur. Amma əksinə gəzilən yollar, ümumi sahələr icra hakimiyyətinin tərəfindən və yaxud icra hakimiyyətinin ali üzvləri tərəfindən mənimsənir və şəxsi obyektlər rezidensiyalır. Yəni məncə buna bir diqqət yetirmək lazımdır. Laçında kimi icra hakimiyyətləri qəsəbədə özlərini qəsəbənin sakini sayacaqlar və öz mənfəətlərini birinci yerdə tutacaqlar, birinci özlərini düşünəcəklər. Yəni bütün Bakıxanovu almısınız, bütün razini almısınız bu rezidensiyalar tikirsiniz. Bəs deyil mi? O rezidensiyalardan da ayrı bir video çəkəcəm. Tikiləndən sonra orada